İlahi, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb? Bu bizə bilirsiniz nəyi göstərir imam? Demək istəyir ki, sən Allahı tapmısan? Soruşur da hamımızdan. Bir deyir ki, bəli tapmışam. Deyir, sən Allahı tapmısansa, day nəyi itirmisən? Sənin day nəyin yoxdur? Sən nəyə sahib deyilsən? Nədə gözün qala bilər? Siz buyurun, siz nə deyirsiniz? Mən Allahı tapmamışam. Onda sən nəyi tapmısan? Əgər Allahı itirmisənsə, Allahı tapmamısansa, sən nəyə sahibsən? Sahib olduqlarının nə dəyəri var? Bax, nəyə sahibsən? Mən İslami elmlərə sahibəm. Allahsız o elmin nə dəyəri var? Mən Quran qarisiyəm. Quranı bilirəm. Nə dəyəri var onun sən əgər Allahı tapmamısansa? Mən nə bilim, məscid tikdirmişəm. Mən filan eləmişəm. Yoxdur, heç birinin dəyəri yoxdur. Hələ mən gördünüz dini şeylər dedimi? Biri desin ki, mənim karyeram var, biri desin mənim vəzifəm var, biri desin mənim, biri desin heç nəyin yoxdur, heç nəyin. Sən əgər alimsən, amma yenə də Allahı tapmamısansa, sənin elmin sənin dərdivə dəyməyib. Ona görə də çox gözəl göstəricidir. Allahı tapmısansa hər şeyə sahibsən. İlahi, səni itirən nəyi tapıb, səni tapan nəyi itirib?